İnsanlarla münasibəti xilas edən 3 saniyə. Bugün səninlə çox sadə, amma çox güclü bir vərdiş paylaşmaq istəyirəm. Bir şey deməzdən əvvəl özünə 3 sual ver. Bu suallar cəmi 3 saniyə çəkir, amma münasibətlərdə böyük fərq yaradır. Sual 1. Bunu demək lazımdırmı? Bu sual hissləri boğmaq üçün deyil, bu sual mövzunun dəyərini ölçmək üçündür. Özündən soruş, bu məsələ həqiqətən müzakirəyə layiqdirmi? Yoxsa birazdan unudulacaq əhəmiyyətsiz bir şeydir? Hər reaksiya dialoq tələb etmir. Bəzən mövzunu böyütməmək münasibəti qorumağın ən sağlam yoludur. Bu sual sənə öyrədir ki, enerjini xırda şeylərə yox, dəyərli mövzulara sərf et. Sual 2. Bunu demək mənim məsuliyyətimdirmi? Hər problemi həll etmək sənin üzərinə düşmür. Bəzən kömək etdiyimizi düşünürük, amma əslində qarşımızdakının öz məsuliyyətini əlindən alırıq. Özündən soruş, bu vəziyyət mənim nəzarətimdədirmi? Mən indi dəstək oluram, yoxsa müdaxilə edirəm? Susmaq hər zaman laqeydlik deyil. Bəzən susmaq qarşısındakı insana hörmət etməkdir. Bu sual sənə sərhəd qoymağı öyrədir. Sual 3. Bunu məhz indi demək lazımdırmı? Düz sözdə, yanlış zamanda deyilsə, incidə bilər. Hər həqiqətin bir zamanı var. Özündən soruş, qarşımdakı insan məni indi eşidə biləcək haldadırmı? Bu söhbət üçün zaman və məkan uyğundurmu? Bəzən doğru zaman sözün təsirini 2 qat artırır. Bəzən isə tələsmək ən doğru fikri belə təsirsiz edir. Bu sual sənə səbr etməyi öyrədir. Bizim ən böyük səhvimiz tez reaksiya verməkdir. Ən böyük gücümüz isə fasilə verməyi bacarmaqdır. Cəmi 3 saniyə. Bu 3 saniyə səni susturmur. Bu 3 saniyə səni şuurlu edir. Sən hər düşündüyünü demək məcburiyyətində deyilsən. Amma dediyin hər sözün enerjisinə və nəticəsinə cavabdehsən. Bu 3 sualdan öyrən. Danışmazdan əvvəl dayanmaq lazımdır. Bəzən sadəcə 3 saniyə və 3 sual sənə bunun üçün kifayət edəcək.